Salam herkese. Bu videomuz yeni çıxan 9-cu sinif ingilis dili dərsliyində yeni salınmış idiomlar, phrasal verblər, yəni fe'li birləşmələr və sözlər haqqında, onların izahı, belə deyək, definitionu, onlar işlənən cümlələr və bizim dilə tərcüməsi haqqında olacaq. Bir neçə belə sözləri bir araya yığmışam və bu videoda sizə fərqli tərzdə çatdıracağam ki, daha asan, daha tez yadınızda qalsın. Gəlin baxaq birinci idiomumuza. Şəkli görürsünüz, aşağısında yazılıb blow one's mind. Yəni tərcüməsi nədənsə şoka düşmək, ağlını başından çıxmaq. Bu mənanı verir. Definition olarak to impress or leave a strong impact on someone or find something very exciting and unusual. Yəni izahında kimsə üzərində böyük bir təsir buraxmaq və yaxud da nəysə çox həyəcanlı, çox qeyri-adi hiss etmək, hesab etmək. Məsəl üçün cümlələrdən birini oxuyaq. I read a book last week. Mən keçən həftə bir kitab oxudum. This twist at the end completely blew my mind. Yəni sonda olan nəticə mənim ağlımı başımdan aldı. Yəni məni şoka saldı. Bu mənanı verir. I wasn't expecting it at all. Yəni mən bunu heç gözləmirdim. Daha sonra baxaq. Take charge. Şəkilləri görürsünüz. Birinci, ikinci və digər idiomlar, digər sözlər üçün də hamısı üçün, yəni onları izah edən, göstərən şəkillər seçib qoymuşam ki, daha çox vizual yadda qalsın. Bu sizin üçün daha asan olur ki, həmin ifadələri yadda saxlaya biləsiniz. Take charge. Definition olarak to take the responsibility for controlling something. Yəni nəysə idarə etmək üçün məsuliyyəti öz üzərinə götürmək. Tərcümədə yazılıb və bir cümlə var. His boss asked him to take charge of the office for a few days while she was away. Yəni o olmayanda rəhbər ondan xahiş etdi ki, ofisi, idarə etməyi, ofisə baxmağı öz üzərinə götürsün. Take charge of. Daha sonra put yourself in someone's place, position və yaxud da shoes. Bu da bir idiomdur və izahında to imagine how someone else feels in a difficult situation. Yəni təsəvvür etmək ki, digər bir insan, başqası sənin olduğun vəziyyətdə və yaxud da ümumiyyətlə hər hansı bir vəziyyətdə özünü necə hiss edər. Yəni özünü onun yerinə qoyursan. Cümləm put yourself in my place. What else could I have done? Yəni özünü mənim yerimə qoy, mən başqa nə edə bilərdim, nə etməyi bacarardım kimi cümləmiz var. Sonra bu söz feildir. Doom scroll. Definition olarak to spend a lot of time looking at your phone or computer and reading bad or negative news stories. Yəni o deməkdir ki, tərcümədə də verilib, yəni vaxtının çoxunu telefon və ya kompüterdə pis hekayələr oxumaqla keçirməkdir. Cümləmiz I was awake half the night doom scrolling. Yəni mən gecə yarısı telefona baxmaqla oyaq keçirdim. Sonra iç. Bu sözümüz qaşınmaq deməkdir. Definition to have a cause and uncomfortable feeling on the skin that makes you want to rub it with your nails. Yəni dırnaqlarla qaşıyıb onu silmək istəyirsən. Bu da elə bizdə, yəni dərində bir problem var, narahatlıq var. Yəni qaşıyırsan. Bu olur qaşınmaq və ya da qaşımaq sözü. I can't wear wool. Mən yun paltar geyinə bilmirəm. It makes me itch. Bu məni qaşındırır. Sonra procrastinate.
Bu sözümüz yeni sözdür. Definition olarak to keep delaying something that must be done, often because it is unpleasant or boring. Tərcüməsi isə xoşa gəlməz və yaxud da darıxdırıcı olduğu üçün hər hansı bir işi təxirə salırıq. Baxın şəkildə də verib later, yəni daha sonra görərəm, xoşlamıram, həvəssizəm bu işi görmək üçün və onu təxirə salıram. I know I've got to deal with the problem at some point. I'm just procrastinating. Deyim, mən bilirəm, başa düşürəm ki, problemi həll etməliyəm, amma mən sadəcə bunu təxirə salıram, yəni istəmirəm həll etmək. Sonra step back. Bu phrasal verbdir. Tərcüməsi yeni yol axtarmaq üçün getdiyi yoldan geri qayıtmaq. Baxın, oxla işarə var, yəni şəkil tərzində. Aşağıda da var. Həmçinin bununla bağlı bir şüar kimi də step back, start again. Yəni o demək deyil ki, geri çəkilsən. Nəysə yeni bir yol axtarmaq üçün hər hansı bir işi görməkdən geri çəkilməkdir. Yəni yenidən həmin işə qayıdacaqsan. Step back from. Let's just step back from the problem and think about what we could do. Baxın, burada yəni yenə də düşünək ki, başqa nə edə bilərik. Və definition da verilibdir. Yəni müvəqqəti olaraq nə isə bir işi, bir fəaliyyəti görməyi dayandırmaq ki, nə məqsədlə to think about it in a new way. Yəni onun haqqında yeni bir üsul düşünmək. Wind down. Phrasal verbdir. Definition to gradually relax after doing something that has made you tired of or worried. Yəni ağır işdən sonra istirahət etmək mənasını verir. Narahat olduğun işdən sonra, yəni belə deyək də, rahatlamaq mənasını verir. When he goes on holiday, it takes him the first couple of days just to wind down. Yəni o istirahətə gedərkən hələ əvvəl biraz özünü istirahət verir. Daha sonra davam edir. Sonra push the limit. It means trying to do a little more than what's allowed. Yəni belə deyək. Bacardığından, icazə veriləndən daha çoxunu etmək. Without suffering consequences. Yəni nəticədən asılı olmayaraq, nəticəni ziyan vermədən. If you have kids or if you have ever been a kid, you probably know what it means to push the limit. Yəni baxın, bu əslində bizim hər birimizin həyatında gördüyümüz işdir. Sadəcə onu indi baxın, push the limit deyə bir ifadə ilə adlandırmışıq. It means you know what is allowed. Yəni sən bilirsən ki, nəyə icazə verilir, but you try to get a little bit more. Sən amma daha çoxuna gedirsən. Bu həm belə deyək, yəni uşaqlığımızdan onunla əlaqələndirilir ki, yəni nəsə icazə verilmir, amma biz onu daha da üstünə gedərək edirik. Həm bu mənada çıxır, həmçinin də öz bacardığını etmək, bacardığından da çoxunu etməkdir. Sərhədləri aşmaq mənasını verir, lazım olandan artığını etmək. Groggy. Bu sözdür, adjektivdir. Yəni sifət. Definition: weak and unable to think clearly or walk correctly, usually because of tiredness or illness. Yəni belə deyək, zəif, aydın düşünə bilməyən, yaxşı gəzə bilməyən, əsasən də nədən sonra, nə səbəbindən, yorğunçuluq və yaxud da xəstəlikdən səbəbindən olur. Yorğunluq və ya xəstəlik səbəbindən aydın düşünə və ya gəzə bilməyən mənasını verir. I felt a little bit groggy for a couple of days after the operation. Yəni əməliyyatdan sonra mən özümü belə deyək də belə halsız hiss etmişəm. Bu qədər, hörmətli müəllimlər, həmçinin abituriyentlər üçün də düşünürəm ki, bu videomuz yararlı olacaq, faydalı olacaq. Diqqətinizə görə təşəkkür edirəm və sonda bu videonu paylaşdığım kanalın linkidir və bu video, bu materialı PDF şəklində mən Telegram kanalıma yükləyəcəm və aşağıda Telegram kanalına daxil olaraq həmin sənədi yükləyə bilərsiniz və istifadə edə bilərsiniz.